Son olaraq Səbuh müəllim, gələn il üçün elə ümumi belə deyək, konkret olmasa da ümumi gələn il çox böyük dəyişikliklərə şahid olacağıq. Belə çıxır. Deməli, od ünsürü qırmızı rəngdə at ili gəlir. Yəni, odlu at illərində dünyada böyük dəyişikliklər olur. Üsyanlar da olur, həbslər də olur, dəyişikliklər də olur. Hansısa bir müharibə başlamır. Amma müharibələr dayana bilir. Məsələn, indi hərə bir şey deyir, Ukrayna-Rusiya müharibəsindən bir 15 il uzanacaq. Gələn il %90 deyərəm ki, dayanacaq. Gələn il. Yəni, indiyə qədər deməmişdim. Deyirəm, ehtimal var, ateşkəs olsun, sakit. Amma gələn ilə, yəni 2027-yə qalmayacaq. Bunu istəsələr diqqətli izləyəcəm. Bir o dəftərin qırağına yazıb, yadlarında saxlaya bilər. Onu dəqiq deyirəm. Amma at ili belə möhtəşəm, siyasət ili də, xoruz ili, bir neçə il var da, at ili, it ili, sonra bir neçəsi var. Amma at ili sırf siyasi ildir, özdə oddu at ili. Yadımıza salsaq dünya tarixində çox şeylər olub. Onun indi verilişdə deyərik, yəni böyük dəyişikliklər olacaq və mən inanıram ki, nəhayət ki, bizdə seçkiləri özümüz keçirdəcəyik. Rusiya keçirtməyəcək, nə bilim, Amerika keçirtməyəcək, başqaları yox. Özümüz keçəcək, özümüz eləsək yaxşıdır. Tutaq ki, bir dənə Əhmədi Ramiz Mehdiyev parlamentə salır da bir rayona. O rayon əhalisinə kömək eləməyəcək ki, adam kim seçir? Məni tutaq ki, rayon əhalisi seçsə, məni xalqım seçib, onun xidmətində dururam. Amma mən Ramiz Mehdiyev seçirsə, əlbəttə ki, mən əhaliyə daha da əzazil davranaram. Deyirəm, məni seçən odur, nə qazanıram ona verim. Onunla bölüşüm. Bax, adi primitiv, sadə bir mexanizmdir. Xalq seçəndə istər-istəməz deyirsən, sənə səs vermişəm. Amma xalq da deyə bilmir ki, mən səni seçmişəm. Deyir, mən səni seçməmişəm. Amma o da deyir, seçməmişsən, o da məndən niyə istəyirsən, qalır belə. Amma adam seçəndə bir ürəklənir, deyir, mən seçmişəm. Nəhayət ki, səni mən seçmişəm, icra elə, sözünü dedizdirən bir mühit yaranacaq. Yəni biz onu gözləyirik, gözləməli. Gözləyirik, görəcək, inşallah görəcək. Siz söz verdiniz ayın dekabrın axırları. Axırlarında. Mənim yadıma gəlir bir neçə... İstəyərdim, baxsınlar o bizim ilin əvvəlində, yoxsa dekabr idi. Ora baxsınlar. Dekabr. Bəziləri demədiyində, mən belə demişdim, mən belə demişdim. Mən istəmirəm elə, ümumiyyətlə o təbliğatı, fərdi təbliğat. Zəhmət çəksinlər, zəhmət olmasa girsinlər, orada baxsınlar. Maraqlı videolar da var, verilişlər də var. Baxın orada canlı hissəsində, baxın orada görəcəksiniz də, orada başlığa da qoyub. Səbuh müəllim, gələn il elə, onu da yeri gəlmişkən dediniz, gələn il Rusiya-Ukrayna müharibəsi, yəni 2027-yə keçmir. Kimin xeyrinə? Bax, əsas vacib olan odur. Ədalətlinin xeyrinə. Ədalətlinin xeyrinə. İnşallah